Salam, dərsimiz iqtisadi inkişaf modelləri haqqında olacaq. Hazırda dünyanın əksər ölkələri öz iqtisadi sabitliyini qorumaq üçün müxtəlif yollar axtarır ki, onlardan biri də iqtisadi inkişaf modellərinin qurulması və onların tətbiq edilməsidir. İqtisadi modellər ölkələrin inkişaf səviyyəsi və təsərrüfat formalarından asılı olaraq bir-birindən fərqlənirlər. Ayrı-ayrı iqtisadi inkişaf modelləri arasında Amerika Birləşmiş Ştatlarıdır, Yaponiyadır, Alman və Çin modelləri xüsusilə fərqlənirlər. ABŞ modeli dövlət mülkiyyətinin az və iqtisadiyyatdakı iştirakının məhdud olması, ticarətdə məhdudiyyətlərin olmaması, yüksək səviyyəli innovasiya, daxili və xarici bazarın həcminin böyük olması, inhisarçılığın yaranmasına yol verilməməsi, kiçik sahibkarlığın dəstəklənməsi və az təminatlı əhalinin normal həyat tərzi aid edilir. Yapon modeli isə dünya bazarında lider mövqe, iri şirkətlərin yaradılması, kiçik biznesə investisiya qoyuluşu, milli məqsədlər naminə dövlət və qeyri-dövlət strukturları arasında qarşılıqlı əlaqə, insan amilinə arxalanmaq, daimi işlə təminat və uzun müddətli planlaşdırma. Alman modeli isə dövlət mülkiyyətinin çox olması, dövlətin bazar iqtisadiyyatına fəal təsiri, sosial yönümlü və tənzimlənən bazar iqtisadiyyatı, iqtisadi göstəricilərin proqnozlaşdırılması, İqtisadi cəhətdən fəal əhalinin əmək haqlarında fərqlərin böyük olmaması. Çin modeli isə mərkəzləşdirilmiş dövlət planlaşdırılması ilə bazar münasibətlərinin uyğunlaşdırılması, dövlət sektorunun güclü inkişafı və müəssisələrarası əlaqələrin qurulması aid edilir. Müasir iqtisadiyyatın tərkib hissələrindən biri də investisiyadır. İnvestisiya gəlir əldə etmək üçün qoyulan kapitaldır ki, o maliyyə, pul, bank vəsaitləri, səhmlər, texnologiyalar, maşın və avadanlıqlar, kreditlər, intellektual sərvətlər şəklində ola bilər və investisiya eyni zamanda istehsala və əhali məşğulluğuna müsbət təsir göstərir. İstehsal sahələrində köhnəlmiş maşın və avadanlıqların yenidən qurulması və dəyişdirilməsi üçün investisiya vasitəsi kimi lizinqdən də istifadə edilir. Lizinq pul formasında investisiya deyil, texniki avadanlıqların uzun müddətli icarəsidir. İnvestisiya dövlət, müəssisə, idarə, təşkilat, fiziki şəxslər tərəfindən qoyula bilər ki, layihə sərfəli olduqda investisiya gəlir gətirir. Əks halda isə ayrılan investisiya itirilə bilər və bu da investisiya üçün müəyyən dərəcədə risk deməkdir. Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar, habelə ayrı-ayrı ölkələr müxtəlif sahələrə böyük investisiya yatırımları edirlər. İnvestisiya yatırımları ilə bir sıra holding və kooperasiyalarda məşğul olur ki, holding iki və ya daha çox şirkət və müəssisələrin birliyidir. Holding istehsal, bank maliyyə, marketinq kimi sahələrlə məşğul olur və kooperasiya isə müəyyən məqsədə çatmaq üçün yaranan bir birlikdir.